Ben Omarova Şəlalə, Kanal F5'in müxbiri olarak bugün Hacıqabul rayonunun Muğan qəsəbəsindəyim. Ərizə ilə müraciət olunubdur. Kamil Məhərrəmov. Biz onun şikayəti əsasında Muğan qəsəbəsinə gəlmişik. Kanal F5'i həmişə izləyirdim, baxırdım. Mən onlara şikayətimi bildirdim. Gəldilər məndən ərizə ilə mən onlara şikayətimi bildirdim. Mənim 2023-cü il sentyabr ayında xəbərdarlıq elədim. Cavid Ağayev Cavid bizim sahə həkimimizdir. Bizim vaksin vurulsun qoyunlarımıza. O da bizə xəbər dedi ki, bizə vaksin yoxdur, verilməyib. Yəni heyvanıma vaksin vurulmadı. Yanvar ayının 3-də, 2023-ün yanvar ayının 3-də mənim heyvanıma həmin xəstəliyi düşdü. 182 baş qırıldı. Onun 25 başı şəhid ailəsidir. Şəhid ailəsinindir Əhmədov Ziyafət. Onundur. Dədəmindir, 4 ailəyə baxır məxsusdur. Biri də Mahir adında şəxsidir, o da yoldaşdır bizimlə. Onun olub heyvan 4 arasında. Biz hər yana xəbərdarlıq, hər yana da getdim. Mənə bir köməklik eləmədilər. İşi verdilər Hacıqabul prokurorluğuna. Hacıqabul prokurorluğunda da axırda bu işə qıdam verildi. Pinhan baytarlığın müdürü o mənə dedi ki, sənə şikayət adı götür yerə, sənə nə lazımdır, mən köməklik eləyəcəm, dəymiş ziyanı var. Məndən şikayət eləmədim. Mən də şikayətimi götürdüm, mənə bir heç köməklik eləmədilər. Mənim 182 baş heyvanım qırıldı, məhv oldu, getdi. 4 ailəyə baxır, bizim zəhmətimiz olan o idi. Bizim haqqımızı dağıldı, getdi. Bizə bir dövlətdən, heç bir yerdən köməklik olunmadı. Neçənci illərdir, neçə ilimindən qabaq bu vaksini yeyirlər, ora-bura işlədirlər, bizə verilmir. Cənab Prezidentimiz deyib ki, kənd təsərrüfatı genişlənsin, böyüsün. Biz belə vətən böyüyə bilərik, necə genişlənə bilərik ki? Bizim təsərrüfatımızı belə xəstəliyi ilə qırıldı, getdi. Vaksin də mağazində olsaydı, baytarlıqda olsaydı, satışı olsaydı, biz onu alardıq özümüz, vurardıq. Baytarlıqda satışı olmuyor. Təcərrücən qanunu çıxartdılar, indi satışa bırakırlar o vaksini. Bizim vaxtımızda 2023'də vaksin satışda oldu. Dövlət verirdi. Getdim, Kənd Təsərrüfatı Nazirliyinə getdim. Bizə sentyabr ayında vaksin verilib 48.000. Onu gətirib mən xəbərdarlıq eləyən vaxt mən heyvanıma vurulmadılar. Onu özü Pinhan satdı, neynədi, onu özü bilir. Mən heyvanım onun Pinhanın üzərindən, mən heyvanım hamısı tərəf oldu, qırıldı, getdi. Göz qabağında çəkilişlərimiz var, videolarımız var. Hər bir yana da eləmişəm. Kənd Təsərrüfatı Nazirliyindən dayandır müəllim vermişdim. Bizə sözümüzə bir köməklik eləmədi. Kənd təsərrüfatları genişlənməlidir. Belə biz genişlənə bilməlidir. Xahiş edirəm. Mənə bir köməklik lazımdır, belə bir şey. Ortalığa çıxsın, Cənab Prezident də görsün ki, belə məmurlar bizi bir yeyiblər, dağıdıblar, gücünə salıblar, vaxtında köməklik eləməyiblər. Mən də o köməkliyimdir ki, bir həmin bu heyvanın içində bir şəhid ailəsində 25 baş mənim heyvanın içində heyvanı olub, qırılıb, ona görə ki, bizə xahiş edirəm, köməklik olsun. Belə olmaz. Bizə belə haqqımızı itirməsinlər, haqqımız yerdə qalmasın. Çox sağ olun sizlə. Mənim bu şeyimi işıqlandırıb, xahiş edirəm.